sizdən də bu sualı verəcəm. Burada siz süni intellekti dediniz, bu əlbəttə ki, əvvəlcədən səslənmişdi və əslində düşünürdük. Bu məsələ çox ciddi bir məsələdir və əlbəttə ki, ehtiyac var. Amma burada mülki nüvə əməkdaşlığı məsələsi, kosmik məsələlər və bir də kritik minerallar. Bununla bağlı burada nədən gedir söhbət? Mülki nüvə əməkdaşlığı bizdə var idi ümumiyyətlə perspektivdə düşünülürdümü? Yəqin ki, düşünülür ki, bu amma bu heç yayılmamışdı və biraz mənim üçün yeni oldu. Haqlısınız, haqqında bəhs edilən məlum xaritiyada, bax, həmin o mülki sahədə, din sahədə nüvə əməkdaşlığı məsələləri, onun perspektivləri də öz əksini tapıb. Yəni, bu anlaşılan məsələdir. Çünki dünyada bu günləri çox qarışıq, çox mürəkkəb dünyamızda başqa bir tendensiya var. Dövlətlər, xüsusilə İranın bu istiqamətdəki fəaliyyəti nüvə dövlətinə çevirmək istəyir. Nüvə silahına malik olmaq istəyir və nəzərə alaq ki, bu günləri BMT Baş Məclisindəki 193 dövlətdən cəmisi 9-u nüvə silahına malikdir. Yeri gəlmişkən, qardaş Türkiyə dövlətinin Xarici İşlər Nazirliyi səviyyəsindən son günlər, eyni zamanda bir qədər əvvəl Prezident Rəcəb Tayyip Ərdoğan səviyyəsində də Türkiyənin nüvə silahına malik olması ilə, bunun vacibliyi ilə bağlı tezislər səslənir. Hətta suala cavab vermədi cənab Fidan. Bəli, nəzərə alsaq ki, nə hə dedi, nə yox dedi. Hətta bunu bir, necə deyərlər, müasir dünyamızın ədalətsizliyi kimi qəbul olunur ki, necə ola bilər ki, 45-ci il reallıqlar bu gün dəyişir. 45-ci ildən Birləşmiş Ştatlar nüvə dövləti oldu. 52-ci ildən Böyük Britaniya nüvə dövləti oldu. 60-cı ildən Fransa nüvə dövlətidir. 64-cü ildən Çin nüvə dövlətidir. Sovet İttifaqı 49-cu ildən nüvə dövlətdir. Sonra bir pauza. Çünki 68-ci il nüvə silahının yayılmaması haqqında sənəd imzalanmışdı. Sonra 70-ci illərdə buna nail oldu İsrail dövləti, o nüvə silahını təmin etdilər. Sonra 98-ci ildə Pakistan və Hindistan nüvə dövləti oldu və nəhayət 2006-cı ildə Şimali Koreya nüvə dövlətinə çevrildi. Yəni 1968-ci il nüvə silahının yayılmaması haqqında konvensiyanın bu günləri ləğvi aradan qalxması kimi təhlükələr mövcuddur. Bu nöqteyi nəzərdən Birləşmiş Ştatlar həm də maraqlıdır ki, strateji tərəfdaş hesab etdiyi dövlətlərlə dinc nüvə sahəsində əməkdaşlığı genişləndirsin və bilirsiniz ki, Ermənistanla bununla bağlı 9 milyard dollar civarında bir sənəd imzalanıb. Onun 5 milyard dollar daha çox avadanlıqların satışıdır. Eyni zamanda texniki işləri görmək üçün də təxminən 4 milyard dollar nəzərdə tutulub. Yəni, Birləşmiş Ştatlar çalışır ki, sən doğrudan da nüvə enerji ehtiyacın varsa, biz sizin üçün bu istiqamətdə dəstək veririk. Amma bu heç bir halda nüvə silahına malik olmaq və bu iddiaya düşmə anlamında deyil. Əlbəttə, amma yəni biz nə edirik nüvə? Bax, bu indi əməkdaşlıq, mülki nüvə əməkdaşlığını biz nə edirik və harada istifadə edəcəyik və yaxud da bu bizə mi lazımdır? Yəni, bilirsiniz, sırf dinc məqsədlər üçün, məsələn, o tələb ki, İranın qarşısına bugün var ki, təxminən 3%-dən çox zənginləşdirmə olmaz. Laboratoriyalarda deməli ondan istifadə edilir. Eyni zamanda yanacaq kimi ondan istifadə məsələləri var. Ancaq bu sırf, yəni bu gələcək söhbətlərdir. Məsələn, bu günlər Azərbaycanın atom elektrik stansiyası və s. kimi qurma və s. kimi niyyətləri yoxdur. Mən niyə bunu ısrarla soruşuram? Çünki Ermənistandakı, bax, burada təxminən aydındır ki, bu nüvə enerjisi sektoruna 10 milyard dollar sərmayə yatıracaq Amerika. Bu artıq Rusiyanı narahat edən məsələdir. Çünki faktiki olaraq atom elektrik stansiyası Rusiyanın nəzarətindədir və Rusiya işlədir. Metsamor atom elektrik stansiyası. Bəli. Bu nə deməkdir? Yenisi mi tikilir? Yox, onlar bilirsiniz deyirlər, modul tipli reaktorlar tikilir, modul tipli reaktorlardır və faktiki olaraq bu günləri Metsamor Ermənistanın enerji olan tələbatın 40%-ni ödəyir. Bəli. Və bu modul tiplilər işə salındıqca, həm də müasir, ABŞ-ın müasir texnologiyası əsasında nəticə etibarilə bu, həmin o Metsamor ki, həmişə məsələ qaldırıldı, köhnəli, region üçün təhlükə mənbəyi və s. Bu istiqamətdədir və Rusiyanın sıxışdırılması tendensiyası özünü göstərir. Yəni, bu bəlli həqiqətdir. Azərbaycanla həm dediyiniz bu sahədə, yəni bu, bugünkü anlamda gəlsin Azərbaycanda modul tipli demək, reaktorlar qursun və s. anlamda deyil. Bu hələ elmi tədqiqat və s. istiqamətlərdə gedir. Ancaq gələcəyin işini gələcəkdə bilmək olar. Bu da kosmosda texnologiyalar deməkdir, bu müasir texnologiyalardır. Kosmik fəzada əməkdaşlıq ümumiyyətlə bu yüksək səviyyəli texnologiyalar sayəsində əməkdaşlıq deməkdir.